Aliyev topu geri qaytardı. Buna baxmayaraq Bakının hücumu davam etməkdədir. Inter komandasının üzrə istəyən hücumu davam edir. Bakı Açıqadadın zərbəsi və Edin Nuredinovski komandasını 100% qoldan xilas edir. Bakı Açıqadadı. Bu oyunda yaradılan ilk təhlükəli vəziyyət olur. Epizodun təkrarını izləyirik. Bakı müdafiəsində Arif Daşdəmirov, Asif Məmmədov, yenidən Daşdəmirov. Daşdəmirovun ötürməsi Bakı Açıqadadı və qapıcı Nuredinovski bilmədi və cərmə zərbəsini Bakının futbolçuları yerinə yetirirlər. Horvatın qapıya doğru zərbəsi və qapıcı topu geri qaytarır ancaq. Yox, hakim edir ki, oyunu davam etdirmək lazımdır. Yuri Fomenko topu ələ keçirir. Fomenko, Ukraynalı futbolçu topa nəzarət edir. Fomenko hələ ki topa nəzarət etməkdə davam etdi. Georgiyevski, Asif Məmmədov qapıya doğru zərbə olacaq və Nuredinovski. Nizami Hacıyev, Fomenko. Solca ötürür. Kandelaki zərbəsi və gol! İlya Kandelaki hesabı açır. Inter heyətində 1-0. İlya Kandelakinin qolu. Bakı müdafiəsinin səhvi. Əlbəttə ki, Yuri Fomenko'nun da ötürməsini qeyd etmək lazımdır. Məhz o İlya Kandelakinin boş mövqeydə olmasını yaxşı gördü. Topu ona doğru ötürdü və budur. İlya Kandelaki müdafiəçidən sıyrılır və iti küncdən topu uzağa 9'luğa göndərir. Bu epizodda Bakının nə müdafiəçiləri, nə də qapıcısı Edin Nuredinovski heç edə bilmir. Şoliç görək cərmə zərbəsini necə yerinə yetirəcək. Şoliçin zərbəsi və top qapıdan az fərqlə aralı keçir. Şoliç hesabı bərabərləşdirə bilərdi. Çox gözəl yerinə yetirmişdi. Georgi Popxadze. Başla qapıya doğru zərbə, gol! Agil Nəbiyev, mərkəz müdafiəçisi kimi oyuna başlayan futbolçu hücumda oynamaya başladı və budur oyunun sonlarında Agil Nəbiyevin başla gözəl qolu. Bakı hesabı bərabərləşdirir. 1-1 Agil Nəbiyev Bakının belə deyək, dadına çatır oyunun sonlarında. Sol cəhətdən Georgi Popxadze'nin ötürməsi və müdafiəçi dəqiq baş zərbəsi topu tordan keçirir. Hesab bərabər. Kandelaki, Fomenko davanı ilə yaxşı ötürmə verdi. Abatsiyevin zərbəsi və Nuredinovski. Edin Nuredinovski və hakim oyunu başa vurur. Beləliklə, Bakı Futbol Klubunun təlim məşq bazasına keçirilən Azərbaycan Kubokunun 4-1 final mərhələsinin ilk oyunu Bakı Inter qarşılaşması 1-1 hesabı ilə yekunlaşır.